döyüş əmri Cənab Ali Baş Komandandan düşmənin geniş miqyaslı təxribatının qarşısını almaq üçün əks hücum əmri veriləndə biz bir dənə onu dedik ki, aprel döyüşü kimi görəsən bitməyəcək 3 gündən sonra. Bir dənə onu duel edik ki, yəni ki, gedək. Müharibəni də müharibə təbii ki, çətindir. Çox fəsadları çoxdur. Biz artıq bizim təlimlərimiz belə ən azı müharibə qədər çətin olub. Biz bunları yaşamışıq, hər zaman müharibəyə hazır olmuşuq, hər zaman xalqımızın və Ali Baş Komandamızın etimadını doğrultmağa çalışmışıq. Şükürlər olsun ki, bunun da öhdəsindən gəlmişik. 44 günlük vətən müharibəsi təkcə torpaqlarımızın işğaldan azad edilməsi deyil idi. Biz o rayonları, kəndlərimizi, qəsəbələrimizi işğaldan azad edərkən orada gördüyümüz təbiətimizin necə işğala məruz qaldığını, yaşayış məntəqələrimizin, ekologiyamızın necə işğala məruz qaldıqlarını sanki torpağı paramparça eləmişdilər. Necə məruz qaldı, onlara görə. Biz onları da işğaldan azad, mədəniyyətimizi işğaldan azad etdik. Və bu döyüşlərdə, bu missiyada mənim də bir payım oldusa, mən bununla qürur duyuram. Bütün mənim nəslim, valideynlərim, hamısı mənə deyir, biz də səninlə qürur duyuruq ki, bizim də belə bir evladımız getdi bu missiyada. Bizə qismət olmadı, getdi bu missiyada öz payı oldu.